Şəmşir gərək mərd ocağın qalasın, hər kəs çəkər öz dilinin bəlasın. Qoy səni şer yesin, şer parçalasın, haşa hüzür verirsin. Türkçü daldasında yatağına kimi. Bir oğlanla qız gedib cəngəldə dolanmağa namizəddirlər də. Oğlan deyir ki, qız, ab-hava xoşdur, elə bir zədədə xəstələnibsən. Mən baldaşımı qururam, başımı qoy mənim qıçımın üstündə, burada bir balaca istirahat edər, gedər. Oğlan oyaqdı, qız yuxluyur. Oğlan gördü ağacın dalısından bir kəhərti gəlir. Diqqətlə baxanda gördü bir əjdaha dalısını açıq bu vəzdə, amqəribli yetişdir. Yalvaçı namizədinin başını götürdü, qoydu yerə, tutdu, üzərində şəmşiri var. Qaçdı, getdi 5-10 metr, 20 metr, dalda ağacın dibindən tamaşa edir ki, bu əjdaha bu qızı yəndə, mən də aradan çıxımda. Kəhəldiyə qız gözünü açdı, gördü əjdahanını yetirir. Belə çözdü, gördü oğlandır, baxır. Dedi, ay oğlan, qorxma, əlimdə şəmşirim var. Axıda əjdaha yetişdi, mən deyir, Gəl şəmşiri belə saxla, tut onun ağzına. O somurduqsa yavaş gedər, mənə nə cəhb verir, adlı yetişdi. Dedi, mənim üçündür. Dedi, mən deyirəm şəmşir bu deymiş ki. Dedi, bəs indi ki oldu, sənin kimi oğlanı qoynunda istirahat eləməkdən əjdahanın qarnı yaşıdır. Qoy əjdaha gəlsin, məni yesin, mən iştibar edəcəm.